AFPAQ yaşayış kompleksi Qurban Bayramı münasibəti ilə yeni kampaniyaya start verib. Kampaniyanın şərtlərinə görə oktyabr ayının 15-nədək hər bir Azərbaycan vətəndaşı 5% ilkin ödəniş etməklə 25 il müddətinə qədər mənzil əldə edə biləcək. Kampaniyadan yararlanmaq və ev sahibi olmaq istəyən hər bir şəxs şəxsiyyət vəsiqəsi və 5% ilkin ödəniş məbləği ilə AFPAQ yaşayış kompleksinin satış şöbəsinə yaxınlaşaraq istədiyi mərtəbədən 1, 2 və 3 otaqlı mənzilləri rəsmiləşdirə bilər. AFPAQ yaşayış kompleksinin təsisçisi Tofiq Eydarov AFTV-yə müsahibə verərək yeni kampaniyanın məqsədi və şərtləri barədə danışdı. Bildiyiniz kimi bizim kampaniyalar bizim keçən müddətlərdə müştərilərimizin bizə olunan müraciətləri əsasında qurulur. Ötən kampaniyalarımızda biz daxili kreditlərimiz hesabına uzun müddətli kreditlər vermişik. Yəni 10 il, 15 illik kreditlərimiz olub. Son kampaniyamızda 25 ilədək biz ilkin ödənişi də azaltmışıq. Yəni əvvəllər bilirsiniz ki, ən azı 10% ilkin ödəniş var idi. Ümumiyyətlə Respublikamızda kreditlər bilirsiniz ki, yüksək faizlərlə verilir. Cənab Prezidentimizin son günlərdə verdiyi tapşırıqlar əsasında müvafiq qurumlara bilirsiniz ki, tapşırıqlar verdi ki, sosial ipoteka ilə əlaqəli, yəni insanların yaşayış vəziyyətini nəzərə alaraq yeni ailə qurmuş insanlara 100-150 manat arası məbləğlə aylıq ödənişlərlə, yəni proqram hazırlansın. Biz də bir şirkət olaraq, yəni dövlətimizin hər atdığı siyasəti dəstəkləyir və bunun üçün öz daxili imkanlarımızdan çalışırıq ki, istifadə edək. Yəni biz də ona görə çalışdıq ki, bu kampaniyamızda yəni aylıq ödəniş 150 manata dək olan bizim də evlərimiz olsun. İlkin ödənişi 5%-ə dək endirdik ki, yəni insanlar 2000 manata qədər ilkin ödəniş və qalan ödənişlər də 150 manata dək ödənişlərlə ev ala bilsinlər. Biz bu günləri bayaq da qeyd etdim ki, bank faizlərinin yüksək olması, yəni insanların bu ödəmələri etməsinə gücü çatmasını nəzərə alaraq biz bu kampaniyaları edirik və çalışırıq ki, lazım olan insanlar bu kampaniyalardan yararlana bilsinlər. Qurban Bayramı ilə əlaqədar elan olunmuş yeni kampaniyanın sosial layihə kimi düşünülməsi ilə iş yerindən arayışın da tələb olunmaması AFPAQ rəhbərliyinin hər bir ailəyə və gələcək sakinlərinə 25 illik güvəninin açıq nümayişidir.